Allah öyrənlərə rəhmətlər, rəhmətli atam Dülgər olub. Özü də tanınmış Dülgər olub. Hal-hazırda Talışlı kəndə yaşayıram. 33 ildir bu kəndə köçmüşəm. 3-4 il ticarətdə işlədim. Yəni ticarətdə xoşlamadım. Musiqi ilə də eyni zamanda paralel mən musiqi ilə də məşğul olurdum deyə. O vaxtlar mədəniyyətdə də yəni bu konsertlə zadla yəni cəmiyyəti əyləndirirlər. Ben de keçdim, deməli mədəniyyət şöbəsində ərizə verdim, keçdim klubda işlədim. Xeyli müddət, 34 il mən mədəniyyət işçisi olmuşam. Deməli bu sənəti də demək olar ki, elə bizdə klubların profilləri o vaxt dəyişdirildi, yəni bizdən sənətkarlıq nümunələri tələb edirdilər. Mən də bambukudan, yəni fikirləşdim, bambuk tamam yəni ayrı bir şeydir. Yəni bundan əsas gəldim. Götürüb birinci belə xrıstlılar gəldim, sərgilərə apardım. Götürdü bunları hər 4 metrə, 5 metrədən birini əkdim. Sonra qulluq elədim, maşallah bambuk belə formada bəyəndim. İndi suvenirlər düzəldirəm, yəni bu bambuk bağına turistlər axınını nəzərə alaraq suvenirlər üzərində işləyirəm. Sizə bir şey dedim, bu sosial şəbəkələrdən, interneti məsələn, qüvvəsi o qədər böyük idi ki, misal mən Çində məsələn kimlər düzəldirdi, mən də gözüm onlarda burada yoxladım. İnternetin olmağı əlbəttə işimə çox böyük təkan verdi. Yəni mən qeyd edeyim ki, dedim də düzəltdiyim şeyləri, şəkillərini internetdə yerləşdirdim. Dünya görür, cəmiyyət görür, bölgələr görürlər. Yəni internetin yaxşı olmağı əlbəttə elə mənim öz işimə də çox böyük köməkli oldu. Kimsə nəyisə öyrənmək istəyirsə də Bakıdan durub ya başqa bir Türkiyədən durub bura gələn deyir, amma yəni WhatsApp vasitəsilə görüntülü formada yəni işini görülə bilir. Arşivata sipariş oldu abi bambukada. Bəli. Bakıda inşallah olsun. İnşallah bir həftə olacaq abi. Dünən Asilikon yəni internetini istəmişəm. İndi uşaqları işləyirlər məsələn. Deyirlər ki, Asilikon daha genişdir. İnşallah gələcəkdə belə bir fikrim var. Yəni bu düzəltdiyim şeylərin elə bil canlı formada çəkim ki, baxsınlar. Yəni öyrənmək istəyən oradan da öyrənə bilər.